Rusiyadakı dron istehsalı müəssisələrinə edilən hücumlar əla xəbərdir. Ukrayna pilotsuz sistemlərini təkmilləşdirir. Buna görə də belə xəbərlər təkrarlanacaq. Bunu Radio NV kanalında hərbi ekspert Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sözçüsü Vladislav Seleznyov bildirib. Xüsusilə o, Moskva vilayətinin Dubna şəhərindəki Krashdad zavoduna edilən dron zərbələri haqqında məlumata şərh verib. Bu zavod dron sənayesində mühəndislik və informasiya texnologiyalarının inkişafı ilə məşğuldur. Mütəxəssisin sözlərinə görə bu yalnız 2021-ci ildə açılmış yeni bir istehsal müəssisəsidir. O, böyük ölçülü dronların istehsalında ixtisaslaşır və tam dövdəyə malikdir. Seleznyov deyib, yəni hər gecə bizi narahat edən silahlar orada istehsal olunur. Müvafiq olaraq həmin müəssisəyə edilən hücumlar əla xəbərdir. Bir dəfə baş verən hadisə mütləq təkrarlanacaq. Çünki bizim geniş miqyaslı dron hücumlarımızın məqsədi Rusiyanın müharibə aparmaq üçün silah və texnika istehsal etmək qabiliyyətini zəiflətməkdir. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri pilotsuz sistemlərini daim təkmilləşdirir. Məsələn, bu yaxınlarda ilk dəfə olaraq ana dronlar adlanan kamikadze dronları üçün daşıyıcıların istifadəsi haqqında ictimaiyyətə məlum olub ki, bunlar onları 300 kilometrə qədər məsafəyə çatdıra bilər. Bu, pilotsuz müharibənin inkişafında yeni bir addımdır. Ekspertin qeyd etdiyi kimi, biz praktiki olaraq hər rübdə texnoloji yeniləmələr görürük. O, daha əvvəl düşmənin fiber optik kabellər vasitəsilə idarə olunan dronlardan geniş miqyaslı istifadəsinin təsir bağışladığını xatırladıb, indi Ukraynada bu prinsipi fəal şəkildə mənimsəyir. İndi yeni bir həll ana dronlar sıradadır. Seleznyov vurğulayıb, kim bilir, yaxın gələcəkdə süni intellektdən istifadə edən və müəyyən vəzifələri sinkron və koordinasiyalı şəkildə yerinə yetirə bilən dronlar görəcəyik. Yəni, müharibə gözəl bir imtahançı kimi müəyyən hərəkətləri həyata keçirmək üçün ən effektiv təcrübələri müəyyən edir. Əslində, bu çox vacibdir. O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri bugün sadəcə dövləti müdafiə etmir, həm də Putin ordusunun hücum potensialını sistemli şəkildə məhv edir. Ekspert deyib, bir tərəfdən Ruslar hər gün müdafiə ilə heç bir əlaqəsi olmayan Ukrayna mülki vətəndaşlarını öldürürlər. Digər tərəfdən Ukrayna ordusu düşmənin hücum etmək qabiliyyətini metodik şəkildə zəiflədib. Onun sözlərinə görə Prezident Volodymyr Zelenski müharibənin 2026-cı ilin yayına qədər bitəcəyindən danışırsa, bu tamamilə real bir proqnozdur. Seleznyov deyib və prinsipcə biz bu istiqamətdə ilk belə xəbərləri görürük. İndi düşmən zirehli texnikadan, xüsusilə tanklardan döyüş meydanında getdikcə daha az istifadə edir. Niyə? Çünki biz düşmənin zirehli texnikasını effektiv şəkildə məhv etdiyimiz üçün düşmənin sadəcə kifayət qədər tankı yoxdur və düşmənin indi istifadə etdiyi əsas faktor ətli piyada hücumları, motosiklərin və uyğunlaşdırılmış avtomobil texnikasının istifadəsidir. Həm də artilleriya, çünki Şimali Koreya hökuməti indi onlara artilleriya sistemlərini və sursatları geniş miqyasda köçürür. Ukrayna müharibəsi veteranı, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru, hərbi analitik Aleksey Getmankiyev 24-də yayımlanan müsahibəsində bildirib ki, Ukraynanın müttəfiqlərindən uzun müddətli silahlar əldə etməsi nə qədər gecikərsə, cəbhədə vəziyyət bir o qədər pisləşəcək. Onun sözlərinə görə, əgər düşmənə zərbə endirilmirsə, onun təcavüzü yalnız artacaq. Getman qeyd edib ki, Ruslar cavab zərbəsi almadıqlarını başa düşəndə qorxurlar. Cəbhə xəttinə əllərinə keçəni çəkməyə və daha çox hücum etməyə davam edirlər və tədricən gələn bu icazələr cavab zərbələri verə bilmədiyimiz zaman baş verənlərin tədricən başa düşülməsidir. O əmindir ki, əgər bu anlayış müharibənin ilk ilində yaranmış olsaydı və Ukrayna o zaman hava hücumundan müdafiə sistemləri, Rusiya hərbi hədəflərinə raket atmaq icazəsi və bu silahları daşıya biləcək müasir
müasir təyyarələr əldə etmiş olsaydı, cəbhə xətti, xüsusilə cənubda indi tamamilə fərqli olardı. Həmçinin sözlərinə görə, xüsusilə Kerç körpüsü dərhal məhv edilə bilərdi ki, bu da Rusların cənub qruplarını təmin etmək qabiliyyətini xeyli azaldardı. Etman vurğulayıb ki, Rusiya Federasiyasında silahların istifadəsinə icazələr nə qədər gec verilərsə, Ruslar bir o qədər irəliləyə biləcək və cəbhədə vəziyyət bir o qədər pisləşəcək. Xəbər verildiyi kimi, Almaniyanın yeni kansleri Friedrich Merz dünən bildirib ki, Berlin Ukraynanın uzun müddətli silahlar inkişaf etdirməsinə dəstək verəcək. Bundan əvvəl o, qərb tərəfdaşlarının Kiyevə tədarük edilən silahların məsafəsi ilə bağlı məhdudiyyətləri qaldırdığını elan edib. Sözlərinə görə, Almaniya, Böyük Britaniya, Fransa və ABŞ-dan gələn silahlara artıq heç bir məhdudiyyət yoxdur. Ona görə də Ukrayna Rusiyanın dərinliyindəki hərbi mövqelərə hücum edərək özünü müdafiə edə bilər. Rusiyada bu bəyanatlar ölkə rəhbərliyinin və hakimiyyətin dilçilərinin reaksiyalarından göründüyü kimi isteriyaya səbəb olub. Xüsusilə Rusiya diktatoru Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Almaniya kanslerinin uzun müddətli silahlarla bağlı bəyanatlarını müharibənin daha da təxribatından başqa bir şey deyil adlandırıb.